Lənət olsun sizin içinizdəki bu erməni sevgisinə. Bəli, lənət olsun. Biri gedir Qazaxstanda hansısa musiqi yarışmasında Azərbaycan əskərinə güllə atan ermənini qucaqlayıb onun haqqından danışır. Digər də gedib Moskvada hansısa bir televiziya verilişində ermənini, bic ermənini, İbtiyan soyadlı Avram Russonu şərqin ən gözəl kişisi adlandırır. Bəli, baxın, özünüz də deyə bilərsiniz. Müğənni Roza. Gününüz aydın olsun Azərbaycan xalqı. Araz qardaş, mənim sizə böyük hörmətim var, sizi salamlayıram. Məni kimi də çox insan sizə hörməti var. Bu negativləri çıxardırsınız, belə insanları üzə çıxardırsınız. Amma gəlin qəbullanaq ki, biz artıq bitmişik. Biz artıq bir xalq kimi itib gedirik. Kimin sayəsində? Mediamızın sayəsində, Mədəniyyət Nazirliyimizin sayəsində, ay media, ay müğənnilər, ay show biznesini, at xodları, İraq, hamısına İraq yaxşılarından. Dünənə qədər özünüzü cırıb dağıdırdınız ki, sarı gəlini erməni oxudu, sarı gəlin belə elədi. Buydu sizin mədəniyyətiniz, mədəniyyətinizə deyəcəm indi sizə. Buydu sizin bu xalqa qoyduğunuz hörmət. Roza, and olsun Allah'a deyirəm, Roza, mən sənə birinci ilə müğənni kimi, o ruslar demiş, biz nabat eləmirəm. Nə o biri Şəfəqi, nə bilim, nə o biri Samirədir, nədir. Mən sizi ümumiyyətlə Azərbaycan siyasında görmürəm. Yəni, Azərbaycan siyasında mən Şövkətləri görürəm, o biriləri görürəm, Elnarə xanım Abdullayeva kimi qeyrətli, yəni şərəfli xalqını, millətinə dəyər verən insanları görürəm. Bir insan, bir Azərbaycan müğənnisi çıxır efirlərdə o şovları yaradırsa, mən onu Azərbaycan şov biznesində, hansısa bir estradasında görmürəm və görmək də istəmirəm. İnşallah ki, Araz qardaş, mən bu indi bəziləri müəyyən bir fürsətlərdən istifadə edib, kimlərinsə təbliğatıyla, kimlərinsə maliyyə dəstəyi ilə, hansı ki bizim bu erməni Azərbaycan məsələlərini indi bərpa edib, münasibəti düzəldib və bizə bunu soxuşdurmaq istəyirlər. Bunu da ilk öncə də hardan başlamalıdır? Təbii ki, hansısa bir dövlət qurumundan başlayası deyirlər, hansısa bir müəyyən bir sıravi bir insanlardan başlayası deyirlər. Bunlara lazımdır ki, bu gündəmdə olan show biznesdən. Show biznesdə də kimlər? Heç bir kişi, gərək o kişi peysər ola, o kişi show biznesdə bir qeyrət ola, oğraş ola, gözündən görən qeyrətsiz ola ki, gedə ermənini qucaqlaya. Kimdən başlamaq lazımdır? Show biznesdə hayl-mayl olan, erməniyə özünü satan qadınlardan başlamalıdırlar. Və ona görə də başlayıblar bu təbliğatları ölkədən xaric həyata keçirtməyə. Bu məlum məsələdir. Hamı da görür ki, bu hansısa bir dəstəkdir, ya pulla satılmış bir məsələlərdir, pulun müqabilində olunur bunlar. Bizim bəzi qadınlar var, bizim qadınlar hansı ki o pula özünü ərəbə satan qadın var, ərəbə satan qadın. İraq yaxşılarımızda yaxşı qadınlar mənim anam bacımdır. O ərəbə satan qadınlar var. Onun üçün fərqi nədir? Ona o 500 dollara oteldə özünü satırsa, ona bir 10 min versən, gedib deyəcək ki, erməni mənim əslim köküm, Azərbaycanın əsli kökü, sən demə, erməni imiş. Azərbaycan sonradan yaranıb. Yəni bunu eləyən onu da eləyəcək də, Araz qardaş. Ona görə də qardaş, özümüzü yormayaq. Çalışaq o qeyrətliləri qoruyaq. Bəli, belə şeylərdə aşkara çıxartmaq lazımdır. İnşallah ki, bu momentdən istifadə edək. Bu təbii ki, bu dövlət siyasətidir. Bizim yəni beynəlxalq aləmdə göstərməliyik ki, bizim ermənilə düşmançılığımız yoxdur, ərazi bütövlüyümüz. İnşallah ki, İrəvan bizimdir. Bu şuardan həmişə də yaşa, Allah qoysa o arzumuza çatarıq. Amma orada bir mədəniyyət, Ermənistan mədəniyyətində deyək ki, orada hansısa bir qurumda, nazirliklərində, nərində mən buradan tələb edirəm ki, Roza kimiləri, Samirə kimiləri, Şəfəq kimilərini bu ölkənin siyasından, Mədəniyyət Nazirliyinin, hansısa bir incəsənət aləminin siyasından çıxardıb, aparıb ora qeydiyyata salsınlar. And olsun Allah. Geçsinlər orada, erməni ilə qucaqlaşsınlar, erməni ilə dost olsunlar, qohum olsunlar, doğsunlar, əksinlər, bitsinlər. Neynirlər eləsinlər də bu ölkəyə ləkə gətirməsinlər. Yəni buradan istəyərsə bizim bu üzdən İraqlar var, bu üzdən İraqlar da gedə bilər. Ya Allah. Yəni yetər ki, bizim xalqımız təmizlənsin. Araz qardaş, vallahi mən xəstəlik tapmışam. Mən də görürəm ki, siz də bu mövzularda yəni aqressivsiniz və qəbul eləmisiniz. Çünki qeyrətiniz var, çünki şərəfiniz var. Bu məsələlərə göz yumanlar var. Amma birbaşa buradan səslənirəm. İstəyir xalqında olsun, istəyir bu ölkədə olsun, istəyir qıraqda olsun. Bu məsələlərə göz yuman, Azərbaycan qadınının ermənini tərifləməsinə, ermənini qucaqlamasına göz yuman, birbaşa belə əlimlə də göstərir. Peysərdir, biqeyrətdir, oğraşdır, namussuzdur, şərəfsizdir. Yəni buradan səslənirəm. Allah xalqımızı, dövlətimizi qorusun. Bizə rozalar lazım deyil. Bizə gerdə qalan o show biznesdə qeyrətlilərimiz. Bəx adını sadaladığım Elnarə xanım kimi digər o qədər qeyrətli qadınlarımız var. Hansı ki, Azərbaycanın qeyrəti, söhbət şəxsi qeyrətdən getmir. Yəni o özünün şəxsi həyatından getmir. Azərbaycan qeyrətini qoruyan, Azərbaycanda show biznesdə, incəsənət aləmində qeyrətli qadınlarımız var. Allah onları qorusun. Allah xalqımızı qorusun, Allah dövlətimizi qorusun. Satılmayaq. Bir daha onu deyirəm ki, satılmayaq. Var olun Azərbaycan xalqı.